Belə bir tarazlıq məsələsinə baxaq. Deməli, SO2 və ya oksigen arasında baş verən reaksiya verilmişdir. Bir dəqiqə. SO2 üstə gəlsin, oksigen yaranır 2SO3. Bu reaksiyada bizim üçün deməli başlanğıc molları verilib. Diqqət edək, həcmlər yoxdur, mollar verilibdir. 0,4 mol və 0,35 mol oksigen verilib. Başlanğıcda yazıram. 0,4, 0,35. Və biz bilirik ki, alınan maddənin başlanğıcı həmişə neçə olur? 0. Və müəyyən müddətdən sonra tarazlıq yaranır və tarazlıqda SO2 ilə oksigenin molekullarının sayının cəmi SO2 molekullarının sayına bərabərdir. Deməli, biz başlanğıc mollarını yazdıq. Sərf olunan mollar üçün nə yazırıq? Sərf olunan mollar üçün yazırıq ki, yəni bilirik ki, sərf olunan reaksiya daxil olunan nisbətlər kimidir. Yəni 2x kükürt dioksid giribsə, reaksiyaya x mol oksigen reaksiyaya daxil olur. 2x mol SO3 alınmışdır. Tarazlıq anında isə bizim reaksiyamızda 0,4 çıxılsın 2x SO2, 0,35 çıxılsın x oksigen, 2x isə SO3 var. Bizim tarazlıq anımızda qeyd edir ki, SO2 ilə oksigenin tarazlıqları mollarının cəmi SO3 mollarının cəminə bərabərdir. Buradan hesablama aparsaq, 5x bərabərdir 0,75, x də bərabərdir 0,15 qiymətini alacaq. Bu zaman nəyə diqqət edirik? Deməli, bizdə SO2-nin tarazlıq qatılığı, yəni x-i nəzərə alsaq, 0,4 çıxılsın 2 vur 0,15-dir. Yəni SO2-nin tarazlıq molu 0,1-ə bərabərdir. Oksigenin tarazlıq molu isə 0,35 çıxılsın x kimi qeyd etmişdik. Yəni 0,2 mola bərabərdir. SO3-ün tarazlıq molu isə 2x-ə, yəni 0,3-ə bərabər olacaqdır. Biz bu məlumatları nəzərə alaraq indi həcmin tapılmasına baxaq. Deməli, bir dəqiqə burada yerimiz azdır. Buradan KT-nin düsturunu yazmaq üçün yer yazırıq. Yazdıqlarımızı bir dəqiqə silək. Davam edək. Demək, biz SO2-nin tarazlıq molunu tapmışdıq 0,1, oksigenin tarazlıq molunu tapırıq 0,2 və SO3-ün tarazlıq qatığını tapmışdıq molunu 0,3 və tarazlıq qatıqlarını tapmaq üçün hər birini nəyə bölməliyik bunun? V-yə bölməli idik. Və bizə KT-nin düsturu 22,5 verilib. KT-nin düsturundan məlumdur ki, deməli 22,5 bərabərdir. Nə yazmalıyıq? Alınan maddənin tarazlıq qatılığı əmsal qüvvət üstü bölünsün. Reaksiya daxil olan maddələrin tarazlıq qatılığı əmsal qüvvət üstü vurulsun. Reaksiya girən maddə, digər maddə oksigenin tarazlıq qatılığı əmsalı da 1 olduğu üçün heç nə yazmırıq. Və buradan hesablama apararaq müəyyən edirik ki, V-nin qiyməti 0,5 litrə bərabərdir.